Azərbaycan Milli Elmlər Akademiyasının əsas binasında 2026-cı ildə Arxeologiya və Antropologiya İnstitutunda Arxeoloji və Antropoloji çöl tədqiqatları mövzusunun açılışına həsr olunmuş tədbir keçirilib. Əvvəlcə ötən il ərzində arxeoloji tədqiqatlarda tapılmış artefaktların səyyar sərgisinə baxış keçirilib. Azərbaycanda üst paleolit, hardasa qarışıq yerlərdə ya tək. Tədbiri giriş sözü ilə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbib bəylə açaraq Arxeologiya və Antropologiya İnstitutunda son illərdə aparılan tədqiqatların elmi əhəmiyyətindən və əldə olunan mühüm nəticələrdən bəhs edib. O, institut əməkdaşlarının Yaponiyalı tədqiqatçılarla birgə Xocavənd rayonundakı Tağlar mağarasında apardıqları elmi ekspedisiya zamanı arxeoloji qazıntılar nəticəsində təxminən 80 min il əvvəl yaşamış Neandertal insana aid yeni paleantropoloji qalığın aşkar edilməsini Azərbaycan arxeologiyasının dünya antropologiya elminə verdiyi ən samballı töhfə kimi qiymətləndirib. Akademik İsa Həbib bəylə həmçinin Naxçıvanın qədim tarixi ilə bağlı İlan Dağ yazısının 30 illik axtarışlarından sonra aşkarlanmasını xüsusi qeyd edərək bu nailiyyətlərin Azərbaycan tarixi, humanitar və ictimai elmlərinin yüksək inkişaf səviyyəsinin göstəricisi olduğunu bildirib. O, çıxışının sonunda 2026-cı il üzrə arxeoloji və antropoloji çöl tədqiqatlarının nəticələrinin təqdim olunacağı geniş miqyaslı elmi konferansının keçirilməsinin zəruriliyini vurğulayıb. Arxeoloqlara fəaliyyətlərində uğurlar arzulayıb. Sonra Arxeologiya və Antropologiya İnstitutunun direktoru, tarix üzrə fəlsəfə doktoru dosent Fərhad Quliyev yeni mövsümün tədqiqat işlərinin əsas hədəfləri mövzusunda məruzə ilə çıxış edib. O, hazırda Ağdam, Xocalı, Xocavənd, Əsgəran və Zəngilan daxil olmaqla Qarabağın müxtəlif bölgələrində arxeoloji tədqiqatların miqyasının əhəmiyyətli dərəcədə genişləndiyini söyləyib. Bildirib ki, institutun tədqiqat proqramına uyğun olaraq işğaldan azad olunmuş ərazilərdə, xüsusilə Zəngilanda, eləcə də Ağstafa və Qəbələdə arxeoloji araşdırmalara başlanılır. Bu tədqiqatlar Azərbaycanın tarix öncəsi və İlk dövlətçilik dövrü, antik və erkə orta əsrlər, Albaniya və Atropatena mədəniyyəti, orta əsr müsəlman şəhərlərinin arxeologiyası, həmçinin antropoloji araşdırmalar kimi mühüm istiqamətləri əhatə edəcək. O, institutun Madisyanki bazasının gücləndirilməsi və elmi fondun təkmilləşdirilməsinin vacibliyinə də toxunub. Bildirib ki, əsas prioritetlərdən biri institut nəzdində fiziki antropoloji laboratoriyanın yaradılmasıdır. Bununla bağlı Türkiyənin Hacettepe və Ankara universitetləri ilə əməkdaşlıq çərçivəsində müəyyən tədbirlər görülür. Kadr və təcrübə mübadiləsi aparılır. Laboratoriyanın yaradılması gələcəkdə Azərbaycanın paleantropoloji fondunun formalaşdırılması üçün mühüm baza olacaq və Azərbaycan bu istiqamətdə yüksək potensiala malikdir. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix və Etnologiya İnstitutunun direktoru professor Kərim Şükürov çıxış edərək arxeologiya sahəsində son illərdə müşahidə olunan müsbət tendensiyalara diqqət çəkib. O, əvvəlki illərlə müqayisədə qadın arxeoloqların sayının artmasını təqdirlayiq hal kimi qiymətləndirib. Bildirib ki, bu amil elmi mühitin daha da zənginləşməsinə xidmət edir. Daha sonra institutda çöl tədqiqatları ilə bağlı aparılan işləri əks etdirən video çarx nümayiş etdirilib. Tədbirdə həmçinin bir sıra mövzularda məruzələr də dinlənilib. Leyla Nami qızı, Ziya Xudiyev, Fərid Həşimov, Elm TV.